Xəstə nə vaxt androloqa, nə vaxt da psixoterapevtə getməlidir. Burada orqanik səbəb, yəni böyük ehtimalla androloqa gedilən səbəblərin əsasən ereksiya problemləri olur. Burada da orqanik səbəbdəndirmi, yəni ki, biolojik olaraq penisin qanlanmasında bir problem var, damarlarda bir problem var, hormonlarda bir problem varmı, yoxsa psixolojik olaraq gərginliyin, stresin, təşvişin yaratdığı bir ereksiya problemidirmi? Çox vaxt gənc insanlarda gördüyümüz ereksiya problemi psixolojik səbəbli olur. Bunu ayırt eləməyin bir neçə yöntəmi var, heç bir müayinədən keçmədən də. Əgər sizin səhər ereksiyalarınız olursa, masturbasiyada ereksiyanız normaldırsa, bəzi partnyorlarla ereksiya olub, bəzi partnyorlarla olmursunuzsa, yoldaşınızla olub ereksiya çətinliyi yaşayıb, amma sevgili ilə və yaxud da başqa birisi ilə münasibətdə ereksiya problemi yaşamırsınızsa, sevişmə sırasında ereksiya əldə edib, vaginaya girişdən sonra ereksiyanız itirsə, burada psixoloji səbəblər rol oynayır. Burada artıq cinsi terapiya, psixoterapevtə müraciət etmək lazımdır.